2 il məzuna qalmışam. Son gün seçim elədim. Ərizəmi yazdım, universitetdən xaric olundum. Bir insan yaşa dolanda elədiklərindən deyil də eləmədiklərindən peşman. Haçsa 3 ildə məzuna qalardım. Rahat, yəni 100 bal artırmaq mümkündür. Bu il nələr səhv eləmişdin ki, həmin il alınmadı? Hər kəsə salam dostlar, kanalıma yenidən xoş gəlmisiniz. Mən Cəhanə. Bugün kanalımda tək deyiləm. Yoldaşımla bir yerdəyəm. Rəşid 2 il məzuna qalıb və hal-hazırda stomatologiya fakültəsini bitirib, Türkiyədə təhsilini davam elətdirir və düşündük ki, bir yerdə o öz təcrübələrini sizlə bölüşsə, sizin üçün də bir motivasiya olar, kimlərinsə yoluna işıq olar. Ona görə də bugün ona suallar verəcəm, onun da sualları cavablandırmağı da istəyəcəm. Yəni kimlərsə faydalı olacaqsa, nə xoş bizə. Əvvəlcə zəhmət olmasa bizə qısaca özünü təqdim edə bilərsənmi? Salam, mən Məmmədov Rəşid. 2025-ci il Azərbaycan Tibb Universiteti məzunuyam. 2 il məzuna qalmışam və hal-hazırda Türkiyədə Ege Universitetində stajdayım. Tibb təhsilimlə bağlı, 2 il məzuna qalmamla bağlı düşünürəm ki, öz təcrübələrimi sizinlə bölüşüm. Nə xoş ki, kimlərəsə faydamız dəyər. Ümumiyyətlə Rəşid, biraz ümumi olaraq bizə proses haqqında danışmağını istəyirəm ki, yəni məktəbdə məzun olduğun illə qəbul olduğun il arasında nələr eləmisən? Yəni bir də bizə qısaca ondan danış, sonra detallarına inərik. 2018-ci il biraz fərqli oldu. Stomatologiyanın keçid balı 539 idi. Mən sınaq imtahanlarında da elə yığdığım qəbul balımda da bu balı keçirdim. Ancaq o il stomatologiyada yeri 65 yerdən 15 yerə salınır və 539 baldan 657 bala qalxdı keçid. Və mən düşünürəm ki, həmin il istədiyim kimi oxusam da bəlkə də, yəni Çox inanılmaz. Tibb fakültəsində də belə olmuşdu, müalicədə də belə olmuşdu. Həm yer azaltmışdılar, həm bal harca 60 civarında bal artmışdı. Həqiqətən çox qəribə bir il idi, yəni. Getsin gəlməsin elə bir il idi. Hələ də travmadır məndə. 2018-ci ildə 564 bal yığdım və seçim arasında qaldım. Ancaq həmin vaxt mənim bütün dostlarım, ətrafım, sinif yoldaşlarım, Cəhanə artıq Bakı Universitetə qəbul bilirdim ki, gedənlər var idi, qəbul olacaqlar var idi. Və mən də son gün seçim elədim. Bakı Dövlət Kimya Fakültəsinə qəbul oldum. Orada 2 ay oxuyandan sonra artıq gün keçdikcə mən başa düşürdüm ki, bu ixtisasda özümü tapa bilmirəm. Öz gələcəyimi, kimya ixtisası qəşəng ixtisasdır. Yəni baxdım ki, mənim üçün deyil və qərar verdim ki, universitetdən öz ərizəmdən xaric olum. Və ərizəmi yazdım, universitetdən xaric olundum. Bəs Rəşid, belə deyim də, sən hardasa 2 ay falan oxudun Bakı Dövlət Universitetində. Bəs yəni 2 ay oxuyub çıxmaq, yəni onsuz da buna qərar vermişdin ki, gedim oxuyum. Necə oldu? Mən bu arada Bakı Dövlətin pulliyə qəbul olmuşdum, artıq ödənişini də ödəmişdim. Məzuna qalmaq başqa bir qərardır. Bir universitetə qəbul olub, oranı yarımçıq qoyub təzədən çıxıb hazırlaşmaq, o tamam başqa bir qərardır. Bəs bu qərar verəndə bəs ailən, ətrafın nə reaksiya verdi? Bu mərhələnin çətini nədir? Bu qərar verməkdə çətinlik nədir? Mən əgər universitetə qəbul olmasaydım daha rahat olardı. Çünki artıq gedib tələbə həyatını görəndən sonra yenidən o kitablara qayıtmağı biraz çətin oldu mənim üçün. Ailəm dəstək olurdu, motivasiya verirdi, ancaq mən elə ailəmin də məyus olduğunu görürdüm, hiss eləyirdim və bu da məni məyus eləyirdi. Bəs universitetdən çıxanda heç səhv elədiyini düşündünmü? Yəni fikirləşdinmi ki, yəni birdən qalib yenə qəbul ola bilmərəm falan, belə bir fikirdə oldum ümumiyyətlə? Yox, elə bir fikirdə olmadım, qəbul olacağımı bilirdim, ancaq bilirdim ki, həmin il qəbul ola bilmərəm. Çünki mən həmin il çıxanda demə yox, mən YÖS-ə hazırlaşmağa qərar verdim. 2-3 ay YÖS-ə gedəndən sonra artıq başa düşdüm ki, stomatologiya Türkiyədə 98 bal yığmalısan ki, istədiyin yerə qəbul olasan. Ancaq bunu 6-7 aya eləmək biraz çətin idi. Və düşündüm ki, fevralın axırı, martın əvvəl düşündüm ki, yenidən demə hazırlaşım. Deməli, sən həm də eyni zamanda, yəni təkcə Bakı Dövlət yox, Tibb Universiteti yox, həm də bir YÖS macəranda olub da belə deyim. Bəs belə deyim sənə, Bakı Dövlət Universitetindən qəbul oldun. Fikrindən də artıq Tibb Universiteti keçirdi də, başlamışdın yavaş-yavaş fikirləşməyə Tibb Universiteti haqqında. Bəs bəzi məsələn uşaqlar bu niyyətlə universitet yazdılar ki, gedərəm, universitetə qəbul olaram, qəbul olduğum vaxtda hazırlaşaram, sonra o birisi ilə az qalmış çıxıb imtahan verirəm də. Bildin necə? Yəni elə fikirləşirlər ki, birinci kursda oxuyuq, yenidən hazırlaşa bilərlər başqa ixtisasa. Sən onda hazırlaşmışdınmı və yaxud da elə fikirləşənlərə nə demək istəyirsən? Mümkündürmü səncə elə bir şey eləmək? Bir universitet oxuya-oxuya
Azərbaycanda yenidən imtahan verə bilməzsən. Yox, mən hazırlaşmağı deyirəm. O məlum məsələdir. Nə 3 ayda da bir semestr. Həmin o 3 ay ərzində sən həm də dibin imtahanı hazırlaşa bilərdinmi? Yəni bir risk eləməmək üçün də bəlkə heç kimin xoşuna gələcəkdi. Yəni deyək ki, fevrala qədər hazırlaşsaydın, demə, gördün hə gedir, hə onda çıxardın. O daha ağıllı qərar olardı. Yəni deyirsən ki, ancaq mən o daha ağıllı qərar olardı. Ancaq mən zaten mümkün olsa da olmasa da mən kimyadan çıxasıydım. Amma yəni hazırlaşmadın da o Hazırlaşmadım. Tamam. Bəs Rəşid belə deyim də, sən ikinci ildə məsələn yekun olaraq alınmadı səndə. Bəs belə deyim də, birinci il alınmamaq... Mən zaten universitetdən çıxanda mən US'dən çıxma qərarında mən bilirdim ki, mən 3-cü ilə qalacağam. Onu qəbul edilmiş şəkildə çıxmışdı. Yəni özünü yoxlamaq üçün prosta imtahana girmisən də, onu da belə çıxır ki. Mən istəyirəm o qısa, o çıxandan sonra mən yenidən dima hazırlaşdım. Müddətdə qısa bir şey deyim. İnsanlar nəyi bacara bilərlər? Bizim vaxtımızda 4-cü qrupda ingilis dili olmayıb və mən də ingilis dilindən heç nə bilməmişəm. Martın 1-i imtahana başladım. Aprelin 28-i imtahanı idi. Mən artıq aprelin 23-də qardaşımın toyunla əlaqədar hazırlıqları dayandırdım. Bir ay 23 gündə mən sıfırdan ingilis dilini köhnə attestatdan 30-dan 28-27 düz yazırdım. Ancaq bu dəfə listenin reading olduğu üçün 100-dən 72-73 falan belə bir nəticə göstərdim. Yəni məsələn ortalama yanvarda falan hazırlaşmağa başlasaydın, yəqin ki elə aprelə qədər. Həm də məsələn əvvəlki il məzun olaraq deyəsən biraz gec verir imtahanı, elə buraxdı imtahanı biraz gec verirlər. Hə, ona qədər çatdırmaq olardı bəlkə də. İndi sizə sual vermək istəyirəm. Rəşid, bax sözüm yarımçıq qaldı. Biz belə deyək ki, 18-də onsuz da həqiqətən şərtlər, yəni o deyildi də. Yəni nə qədər çalışsan da həqiqətən səndən asılı olmayan səbəblərdən dolayı alınmamağı normal idi. Bəs belə deyim, sən nə düşünürsən ki, o il nələr səhv eləmişdin ki, yəni məsələn, səndə həmin il alınmadı? Mən bayaq da dedim, zaten həmin il alınmağı biraz çətin olasıydı. Ancaq ilk il ballarının o qədər qalxmağı ilə o qədər. Ancaq mən çox səhvlərim var idi. Mən nəinki mənim, bir çox insanlarda bu var. Məsuliyyətsizlik, aşırı özgüvən, verilən testləri, müəllimin tapşırıqlarını vaxtında eləmirdim. Hətta düzünü desəm, yəni bir çox insan eləyib bunu testlərin arxasından köçürdürdüm. Ancaq bilmədiyim heç nəyə köçürməmişəm. Özgüvənli olduğum bir şey köçürmüşəm ki, mən bunu onsuz da fizikanı məsəl üçün müəllim hardan sual versə biləcəm. Ancaq bu çox düzgün bir şey deyil. Bəs başqa heç nəyə vasitə eləmirdi? Başqa da bir şeylərə bu o vaxtlar biraz indi insan necə deyim bunu, sevgi deyim nə? Sevgi, aşk, meşq işləri. O vaxtları biraz indi insanların, gənclərin bəzən ağlı başında olmur. Sevgi, aşk, meşq, yox sevgi. Yəni dostlar, bu yerdə girmək istəyirəm araya. Hər şeyin bir zamanı var, hər şeyin bir vaxtı var. Mən düzdür, söhbətdən çox kənarda çıxırıq. Mən bunu bilə-bilə mən 3 il cəhnəyə öz sevgi etirafımı eləməmişəm. Düzdür, yəni biz sevgi olmamışıq arkadaşlar, yəni. Nəysə. Bu arada biz 2015-ci ildən tanışdıq, yəni onu demədim. Yəni artıq bizim 11-ci ilimiz olacaq, nəysə. Ancaq heç vaxt birimizə salam da verə bilməmişik. Nerede o eski zamanlar? İndi hamı WhatsApp'da yazışır o dəqiqə. Söhbət çox dağıtmaya ayrışıb. Bu sual vermək istəyirəm ki, uşaqlar özümü hazırlaşsınlar, yoxsa onlayn mı qoşulsunlar, yoxsa repetitora mı getsinlər? Əgər yüksək bal yığıblarsa, 40, 50, 60 balları çatmırsa, o disiplin, o motivasiya varsa, deyərdim özləri hazırlaşsın, amma inanmıram kimdəsə elə bir şey ola. Çünki özün hazırlaşanda bütün günün 14-16 saatı sənindir. Sən yolda vaxt itirmirsən, hazırlıqda bəzən vaxt itirmirsən. Mən özümdən deyəcəm, mən Şəmkirdə hazırlaşdım 3-cü ili. Repetitor yanına getdim və Şəmkirin ən yaxşılarının yanına getdim deyə bilərəm ki. Ancaq mən gördüm ki, günümün yarısını yolda itirirəm. Və mən az-çox nəsə bilirəm. Bunu özüm də evdə oxusam bir şey eləyə bilərəm və qərar verdim ki, kursa gedim. Ondan sonra kursa getdim. Kursda daha az vaxt itirirdim. Və daha çox özümə vaxt ayırırdım, dərsimə daha çox vaxt ayırırdım. Bəs belə deyim də, həmin qəbul olduğun il hazırlaşanda bizə bir gün haqqında danışa bilərsən? Məsələn, səhər neçədə oyanırdın? Məsələn, gündə nə qədər dərs oxuyurdun?
parkda? Mən deyə bilmərəm ki, mən o 3-cü il mükəmməl dərs oxuyurdum. Gündə amma disiplinli oxuyurdum. Bu dəfə köçürtmək yox idi. Müəllimlərin tapşırığını 100% demək olar yerinə yetirirdim. Ən gec 7-8-də dururdum. Çünki hazırlıqlar tez başlayırdı. Əgər hazırlığın vaxtına varsa, yenə oxuyurdum və yaxud durub gedirdim hazırlığa. Gəldikdən sonra da maksimum 15-20 dəqiqə, 1 saat, 2 saat belə istirahət edərdim. Yəni 2 saat birbaşa yox, yəni gün ərzində 2 saat. Belə deyim də, məsələn telefonla bağlı nə deyə bilərsən? Telefon, sosial şəbəkələr. Yəni səncə istifadə etmək olarmı? Mən heç məsləhət görmürəm və mən hətta o il sadə telefon, düyməli telefonlar işlədirdim. Ancaq bu yeni nəsildə mən görürəm ki, müəllimlər telefondan, WhatsApp qrupları və s. və s. Əgər bunu normal işlədə bilirsinizsə, nə gözəl işlətmək olar. Baxıram da, həmişə yüksək bal toplayan uşaqlar olsun da, yəni ümumiyyətlə müsahibə kimdənsə götürülürsə, həmişə mən telefon istifadə eləmişəm. Bu telefon istifadə eləmək anormal bir şey deyil, yəni. Normal istifadə edə bilərsən. Nə bilim, kimlərsə WhatsApp statusuna baxa bilərsən, Instagramda status paylaşa bilərsən. Amma ki, sosiallaşmaq deyəndə düşünməyin ki, Instagramda siz sosiallaşmırsanız həyatdan nəsə itirəcəksiniz. Mən heç məsləhət görürəm ki, ümumiyyətlə universitet qəbuluna qədər Instagram səhifəsi açmayın. Yəni bir dənə istifadə edə biləcəyiniz platform olsun, yəni YouTube, bir də WhatsApp. Çünki belə deyim də sizə, sosiallaşmağa vaxtınız varsa əgər, məsələn, hazırlıqdan sonra dostlarınızla oturun, biraz söhbət eləyin, gələcək haqqında danışın, ailənizlə gedin, harasa çıxın, özünüz çıxın, parkda gəzin. Bu şəkildə sosiallaşın. Yəni, məsələn, mən rezidenturaya hazırlaşanda, indi mənim daha yaxın hazırlaşma dönəmim budur da. Mən qəbul vaxtı ümumiyyətlə mənim də köhnə atamın bir telefonunu istifadə eləmişəm, yəni həftədə bir dəfə 1 saat falan Instagrama girirdim, bu qədər. Rezidenturaya qəbul olduğum il isə mənim telefonumda bəlkə də inanmayacaqsınız, həqiqətən WhatsApp belə olmayıbdı uzun aylar. Mən planşetimə əlavə eləmişdim WhatsApp-ı və lazım olan belə deyək də zəngləri olsun, qruplar olsun, oradan qoşdurdum. Çünki həqiqətən, yəni təkcə rezidenturaya hazırlaşdığıma görə yox, mən həqiqətən qısa zamanda hazırlaşdım, bütün eforumu ona verməliydim. Həm də ki, ümumiyyətlə mənə xoş gəlmirdi, yəni. Artıq yəni imtahan verəndən sonra hər şey yüklədim, nə bilim, həqiqətən telefon insanı mutsuz edən bir şeydir. Yəni sosial şəbəkələr, ani dopamin ifrazından başqa bir şey deyil. Mən hətta deyərdim ki, özünüzü tam izolə eləyin və sosialdan bir ildən heç nə itirməyəcəksiniz. Bizim 11 il ərzində məktəbə getmişik, hazırlaşmışıq. Yəni bir məqsəd üçün də, universitetə qəbul olmaq üçün. Yəni bu məqsədə görə 1 illik, 6 aylıq, yəni sosialdan uzaqlaşmaqla bir şey itirməzsiniz. Siz əslində hazırlaşdığınız imtahana son 6 ayda çox böyük bir dəyişiklik elə bilərsiniz. Hətta son 6 ayda mən ilk videomda demişdim də, yəni son 1-2 ayda belə, yəni məncə rahat, yəni 100 bal artırmaq mümkündür həqiqətən. Artıranlar varmı? Bəli, var. Məncə belə bir sual vermək istəyirəm. Məncə bütün danışıqlarımızı özətləyəcək bir sualdır. İndiki ağlın olsaydı, indiki rəşdə olsaydın, yenə 2 il məzuna qalardınmı? İndiki ağlım olsaydı 1-ci ildən qəbul olardım. Sual məzuna qalmaqdırsa 3 ildə məzuna qalardım. Eynən. Təbii ki, 2 ağlım olsa mən burada çətin olur. Qonşu soruşacaq, balasan qəbul olmadın və yaxud mənim öz çətin dönəmlərim nə idi? Dostlarım status paylaşır, Cənə status paylaşır, tələbə həyatından nəsə bir ad günü keçirdilər və s. Məncə elə ona görə deyərdim ki, sosialdan uzaq qalasınız. Eynən, məncə də əslində qalsa yaxşı bir yerə toxundun. Çünki yəni özünü izolə edə bilməzsən də bunları görüb soğucaqsan. Çünki onu görüb motivasiyadan düşə bilərsiniz. Eynən. Rəşid, hazırda məzuna qalmaq fikrində olanlara, məzuna qalmaq istəyənlərə, amma tərəddüd edənlərə nə demək istəyərsən? Əgər özünüzü o ixtisasda tapırsınızsa, o ixtisasda xoşbəxt ola biləcəksinizsə, məzuna qalsınlar deyərdim. Yəni, ən pis halda eynisini eləyəcəksiniz uşaqlar, yəni ən pis halda eynisini eləyəcəksiniz. Amma ən azından belə bir söz var. Deyir, insan yaşa dolanda ya elədiklərindən deyil də eləmədiklərindən peşman olur. Yəni siz məsələn 60 yaşınız olanda ağlınıza belə gəlməyəcək ki, mən 2 il məzuna qaldım, 3-cü il getdim yenə yeni yerə qəbul oldum. Amma qəbul olsa, o eləməsəz, deyəcəksiniz ki, bir dəfə yoxlasaydım, bəlkə də qəbul olardım. 1 il məzuna qalmaqmı, yoxsa 40 il mutsuz olmaqmı? Yəni həqiqətən böyük bir şey deyil. Mən 1-ci kursda oxuyanda mənim bir anatomiya müəllimim var idi. Bilmirəm indi nə dərəcədə doğrudur, amma demişdi ki, bizə tibb universiteti onun tələbələri içərisində 5-ci il qəbul olan olub. 5-ci il. Yəni düz əvvəlki illərdə də qəbul olub, amma maddi sıxıntılardan dolayı, yəni pul düşdüyünə görə oxuya bilməyibdi.
5-ci il nə deməkdir? Bu insan o qədər sevir ki, o qədər əl çəkmir ki. Və bu gün o hadisə, o insan 5 il məzun qalandan sonra, 10 il keçəndən sonra o da həkimdir. İlk il qəbul olan da həkimdir. Sadəcə o düz mən demirəm indi 5 il biraz anormal bir müddətdir, amma 1 il, olmadı 2 il yoxlamağa dəyər. Yəni söhbət sadəcə həkimlikdən getmir, istədiyiniz ixtisasdan gedir. Əgər istədiyiniz ixtisas alternativ bir universitetdə varsa, tamam, bunu oxuya bilərsiniz. Zaten yekunda təhsili davam elətdirmək önəmlidir, xaricə çıxmaq önəmlidir. Amma əgər sizin ixtisasınızı konkret bu universitet verir və bu fakültəyə qəbul olmalısınızsa, mən düşünürəm ki, yəni yoxlamağa dəyər. Bəs səncə uğurun sirri nədir? Disiplin. Maraqlı. Ümumiyyətlə məzuna qalmaq motivasiyası, yenə deyirəm, o qonşunun, qohumun, abla heç yerə qəbul olmadınmı? 1 il itirəcəksənmi? Yəni bu suallar sizi motivasiyadan salacaq, ancaq Qulağınızı hamıya bağlayın, hamıya. disiplin deyərəm ki, yəni motivasiyan olsa da, olmasa da disiplin hər zaman yəni olmalı olan bir şeydir. Mən sənə sürətli suallar verəcəm. Bu sualları ilkində cavablandırarsan, videomuzu o şəkildə yekunlaşdıraq. Dərs oxuyan vaxtı yuxunun dağılması üçün çay yoxsa kofe? Kofe. Səhər oxumaq yoxsa gecə oxumaq? Mən daha çox gecə oxuyuram, ancaq məsləhət görərdim ki, səhər oxumaq. Telefonu tam söndürmək yoxsa fasilələrdə istifadə eləmək? Tam söndürmək. Planlı oxumaq yoxsa əhvala görə oxumaq? Planlı, disiplinli. Bir fəndən fokuslanmaq yoxsa qarışıq proqramı qurmaq? Qarışıq proqram. 5 saat keyfiyyətli oxumaq yoxsa 10 saat sadəcə stolun başında oturmaq? 5 saat keyfiyyətli oxumaq. Yenə olsa yenə tip seçərdinmi stomatologiyanı? Həmişə. Bir sözlə həkimliyi ifadə edə bilərsənmi? Həkimlik bir sözlə nətər? Həkimliyin nə ifadə eləmək olar ki? Bilmirəm ya, həkimlik ifadə olunan bir şeydir. Həkim kimi doğulmuşam sanki. Bir sözlə abituriyentlik ifadə elə desəm. Səbr. Yəni bu şəkildə arkadaşlar. Yəni bugünkü videomuzda belə oldu. Bilmirəm yəni nə dərəcədə toxunduq vacib mövzulara. Amma ən azından bu Rəşdin yolculuğuydu. Onun uğur hekayəsi idi. Yəni nəticəsi olmuş bir hekayədir. Ona görə də siz də özünüzə buradan bir şeylər götürün və özünüzə uyğunlaşdırın. İnşallah ki faydası olmuşdur. Gələn videolar üçün də istədiyiniz belə deyək də video mövzuları varsa yorumlara yaza bilərsiniz. Çəkməyə çalışaram. Bir sonraki videomuz ixtisas seçimi ilə bağlı olacaq. Orada daha ətraflı ixtisaslar haqqında danışacağıq. Bu arada arkadaşlar bu videoların davamının gəlməsini istəyirsinizsə, zəhmət olmasa kanala abunə olun və videomuzu bəyənin. Bizə motivasiya olaq və bu cür videoların davamını çəkək. Yəni bu şəkildə. Gəlin görüşlərə qədər hələlik.